Pulumuzu hara yatıraq? ABB yoxsa Paşa Bank? İnvestisiya etməyə qorxursan, yoxsa sadəcə kimə inanacağını bilmirsən? Bu videonu sona qədər izlə, abunə ol, dostunla paylaş ki, ona da hər şey aydın olsun. Azərbaycanda çoxu investisiyadan qorxur. Niyə? Çünki şəffaflıq yoxdur və cəmaət heç kimə güvənməyib, əlində olan qalan pulu bərk saxlayır. Məsələn, Paşa Bank çoxlu hype yaradır, səhmlərini satmağa çalışır. Buna görə blogerlər cəlb edir ki, onların sayəsində emosional təzyiq yaratmağa çalışır. Siz də düşünürsünüz ki, Allah, hamı aldı, mən qaldım. Amma hesabatlıq hardadır, kommunikasiya hardadır? İndi isə ABB-yə baxaq. Niyə mən onlara daha çox güvənirəm? Çünki rəqəmlər yalan demir. ABB bu yaxınlarda beynəlxalq banklardan 230 milyon dollar investisiya cəlb edib. Bu o deməkdir ki, xarici banklar ABB-yə kredit verməkdən qorxmur. Hətta aşağı faizlə verir. ABB növbəti 2 il üçün bu pulu necə istifadə edəcəyinə dair konkret planları var. Amma Paşa Bank IPO-dan qazanacaq 51 milyon manatı hara və necə xərcləyəcək hələ bilinmir. ABB-nin hesabatları şəffafdır. İnvestorla, cəmiyyətlə sadə dildə danışır. Bu sadəcə reklam deyil, bu real göstəricidir.